Xocalı faciəsi 20-ci əsrdə bəşəriyyətə qarşı törədilən ən dəhşətli soyqırım aktıdır. Milli Məclisin foyesində nümayiş olan sərgidə bu faciəni əks etdirən müxtəlif tarixi sənədlər, fotolar sərgilənib. Milli Məclis sədri Oqtay Əsədov, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva, Milli Məclis sədri müavinləri, millət vəkilləri Xocalı faciəsini, erməni vəhşiliklərini göz önünə gətirən sərgi ilə tanış oldular. Sərgidə Xocalı soyqırımının dünyada tanıdılması, bu faciə hüquqi siyasi qiymətin verilməsi ilə bağlı Azərbaycan prezidentinin imzaladığı sərəncamlar, Milli Məclisin qəbul etdiyi qərar və bəyanatlar, baş prokurorluğun məlumatları, müxtəlif fotomateriallar, kitab və jurnalları təqdim olunur. Bütünlükdə dünyada yayılan bu tarixi materiallar erməni vəhşiliyi iç üzünü göstərməklə tamaşaçılara baş verən dəhşətin insanlıq üçün bir dərs olmasının vacibliyini kökləyir. Sərgidə nümayiş olunan materiallarda ermənilərin qadın, uşaq və qocalara qarşı amansızlığı, Qarabağın qanlı qadalı illərində yer üzündən silinən bir yurdun faciəsi əksini tapır. Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist millətçiləri tərəfindən Azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Bu materiallar miqyasına və dəhşətlərinə görə dünya tarixində nadir faciələrdən olan Xocalıda baş verənləri tarixi sübutlarla tamaşaçıya çatdırır. Sərgidə Azərbaycan Prezident Administrasiyası ilə Azərtacın birgə layihəsi əsasında hazırlanmış Azərbaycan ingilis, rus, fransız, alman və ərəb dillərində nəşr olunmuş Xocalı 20-ci əsrin soyqırımı kitabı da nümayiş olunur. Südavi Cahangiri, Emin Qəhrəmanzadə, Ənvər Hüseynov xəbərlər.